Hicab nədir? Mövzuya girməmişdən öncə mən öz müqəddiməmi edim. Çox təəssüf ki, İslam coğrafiyasında hicab kişilər və ya cəmiyyət tərəfindən qadına biçilən əhkam və məhdudiyyət kimi tanıtdırılmağa başladı. Yəni, sən qadın kişinin şəhvətini oyatmamaq üçün tamamilə qapanmalısan, hər bir şeydən təcrid olunmalısan və ən yaxşısı evində oturub kimlərəsə qulluq etməlisən. Tədricən bu təbliğ sistemi iflasa uğramağa başladı. Bəzi qadınlar kişiyə dedi ki, axı sən kimsən, mənə niyə qadağa qoyursan? Niyə namusu təkcə mənə yapışdırırsan? Beləcə bir sıra cəmiyyətlərdə aləm bir-birinə dəydi və qadınların bəzisi kişilərlə rəqabətə keçdilər. Bundan da istifadə edən möhtəkirlər qadınları öz biznes maraqlarında istifadə etməyə başladılar. İndi də görürsünüz, bəzi yerlərdə bir dəstə qadın lüt soyunur, bədən mənimdir, özüm bilərəm onunla nə edirəm deyirlər. Əlbəttə bədən sənindir, get nə istəyirsən et, lakin sənin ixtiyarın çatmır ki, başqa evlərə girib digər qadınlardan da bunu tələb edəsən. Dünyanın bir çox yerlərində qadınlar öz zəkaları, bacarıqları, mübarizələri ilə zamanla nə çox hüquqları bərpa ediblər. Yüksək vəzifələrə nail olublar, təşkilatlar yaradıblar, böyük işlər ediblər, elmi dərəcələr qazanıblar və o qadınlar buna əsla özlərini seksual obyekt kimi təqdim edərək nail olmublar. Qurana baxdıqda məlum olur ki, Allah əsla qadını ictimai işlərdən saxlamır. Quranda Süleyman Peyğəmbərin dövründəki Səba kraliçasından söz açılır. O qadının zəkasının öz əyan əşrəfindən nə qədər üstünlüyünü qeyd edir. Quranla aşina olanlar bilir ki, Allah qadının özünü alçaldıb seksual obyektə çevirməməsini istəyir. Peyğəmbərin qadınlarına deyir ki, nazlana-nazlana danışmayın, yoxsa qəlbində xəstəlik olanlar sizə tamah salarlar. Yəni, qadın manipulyasiya və məqsədi üçün özünü xərcləməməlidir, məhdudiyyət qoymalıdır, öz qadınlığını cəmiyyətə qurban verməməli, onu sevdiyi kəs ilə bölüşməlidir. Namus isə kişi və qadının hər ikisinə aiddir. Hicab məfhumu təəssüf ki, bu yöndə yox, sadəcə baş bağlamaq kimi təqdim edildi. Bir sıra adamlar tərəfindən. Qadınların çoxu başlarını bağladılar, lakin qadınlıqlarını yox. Qadınlığın örtülməsi daha böyüdü. Sən 1000 örtü ilə ört özünü. Lakin bir yandan da hicablı Barbie kimi süslənib həyat tərzi keçir. Əlbəttə öz işindir. Bir zaman bəzi adamlar tərəfindən namus anlayışını hicabla bərabərləşdirənlər də oldu və bu yanlış iş idi. Bu o demək deyil ki, başıbağlı kəs namuslu, olmayan isə namussuzdur. Belə bir bölgü aparmaq yanlışlıqdır. Mənə görə hicab məfhumu qadının yad kişilərdən öz qadınlığını, seksuallığını örtməsi, kənara məhdudiyyət qoymasıdır. Bu məfhumdur. Bunun necə edilməsi isə sonraki mərhələdir və müxtəlif yerlərdə forması müxtəlif ola bilər. Neyse, hicab lüğətdə maniə, yəni iki şey arasında ayrılıq salan şey deyilir. Həm də örtü mənasında da işlədilir. Terminoloji olaraq qadının naməhrəm kişi qarşısında örtülməsini deyilir. Fəqihlərin və digər müsəlman alimlərinin söylədiklərinə görə hicab qəti vacibatdandır. Fəqihlər qadınlar üçün naməhrəm kəslərin qarşısında hicaba riayət etməsi üzərində icma malikdirlər. Hicab kəlməsinin qadınların örtünməsi üçün istifadə edilməsi son zamanlarda daha çox istifadə edilən termindir. Qadınlar üçün vacib örtü hədləri barəsində iki nəzər var. Birinci dəstə alimlər belə düşünür ki, üz, biləyə qədər əllər istisna olmaqla qadın bütün bədənini örtməlidir. Əksər fəqihlər belə düşünür ki, bu iki hissə günaha düşmə ehtimalı yaratmırsa, örtülmədə istisnadır. İkinci dəstə alimlər belə düşünür ki, xeyr, qadın bütün bədənini örtməlidir, hətta üzlərini, əllərini də. Yəni, mənim söylədiyim nəzərlərin şiyə sünnisi yoxdur ya, mən müsəlman alimlərinin yekdil nəzərlərini deyirəm. Yaxşı, bəs bunu nəyə əsasən deyirlər? Fəqihlər hicabın vacibliyi hökmü üçün bir sıra dəlillərə istinad ediblər. Ən əsas dəlillərdən biri Quranın Nur surəsinin 31-ci ayəsidir. Bu ayəyə hicab ayəsi də deyilir. Həm də deyilib ki, ayənin nazil olması ilə qadınlara hicab vacib edildi. Ayədə deyilir, mömin qadınlara de ki, gözlərini aşağı diksinlər, yəni haram məqsədlə naməhrəmə baxmasınlar və cinsiyyət üzvlərini qorusunlar, yəni namuslarını qorusunlar. Qoy onlar adi şəkildə görünənlər istisna olmaqla öz zinətlərini nümayiş etdirməsinlər. Burada zinətin nə hesab edilməsi barədə fərqli fikirlər var, buna toxunacağım. Təəssüf ki, bu ayənin detallı təhlili və fərqli fikirlərin hamısını qeyd etmək ayrı videonun işidir. Sonra deyilir, örtülərini yaxalarının üstünə salsınlar. Ayədəki xumra ifadəsinin barəsində də nəzərlər var.
İndi istisnalara keçirik. Zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz qadınlarından. Aha, bu öz qadınlarından ifadəsi də düşüncəyə səbəb olub. Ona görə də bir sıra alimlər buradan məqsəd müsəlman qadınları olduğunu deyiblər. Yəni qeyri-müsəlman qadın yanında bir müsəlman qadın örtüyə riayət etməlidir. Yaxud sahib olduqları kənizlərdən, yaxud cinsi istəyini itirmiş kişi xidmətçilərdən, yaxud qadınların övrət yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər. Gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını vura-vura yeriməsinlər. Ey iman gətirənlər, hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız. Bəzi alimlər bu ayədə illə mə zahara minhə, yəni adətən görünən yerlər istisna olmaqla ifadəsini əsas tutub, qadının üzünün və biləyə qədər əllərinin örtülməsinin istisna olduğunu deyiblər. Zinətlərini nümayiş etdirməsinlər ifadəsindən hicabın vacib olması nəticəsini əldə ediblər. Yəni bu məsələ bizə tam aydın olsun deyə həmin dövrdəki qadınların geyim tərzini də incələməliyik. Yəni nə yerində deyildi ki, bu ayə nazil oldu? Əlbəttə, qadının alt-üst paltarları indiki formada deyildi. Hətta qeyd edənlər var ki, bəzən müsəlman bir qadına alçatmaq üçün kimsə onun libasından tutub çəksəydi, qadın tam çılpaq qala bilərdi. Deməli, bəzi qadınlar ayaqlarına da xalxal taxar, yol gedərkən ayaqlarını yerə vurar, bu səslə ətrafın nəzərini çəkməyə çalışardılar. Habelə qeyd edilib ki, ayə nazil olmamışdan öncə qadınlar başlarına örtük salırdılar. Lakin bu örtük onların boyun və sinə tərəflərini örtmürdü. Ayə deyir ki, o örtüyü aşağı çəkin. Burada zinətin nə olması barəsində də qızğın mübahisələr gedir. Məqsəd bədən üzvüdür, yoxsa zinət əşyasıdır? Gözəllik hesab edilən nəsnədir, ya nədir? Məsələn, ola bilərmi ki, hansısa cəmiyyətdə boyun, qulaq və s. zinət sayılmasın, lakin daha çox bu ayəni bədən üzvlərinə aid ediblər, zinət əşyalarına yox. Habelə zinəti də 3 hissəyə ayırıblar. Cəmaat üçün zinət, məsələn, sürmə, üzük, əl zinəti, ələ çəkilən xına və s. Məhrəmkəslər üçün zinət, məsələn, boyunbağı, makiyaj, qolbaq və s. Bir də var sırf ər üçün zinət, o da bütün bədəndir. Hicab barəsində Əhzab surəsinin 59-cu ayəsinə də istinad edirlər. Buna cilbab ayəsi də deyilir. Ayədə qadınlardan istənilir ki, üzərlərinə cilbab atsınlar. Cilbabın nə olması da müzakirələrə səbəb olub. Lüğət alimləri deyib ki, bu cilbab baş örtüyündən böyük ridadan, yəni plaş əba kimi geyimdən kiçikdir. Qadınlar onu üzərlərinə atırdılar ki, sinələri örtülsün. Müasir dövrdə müxtəlif İslami ölkələrdə hicabın fərqli formaları var. Məsələn, bəzi ölkələrdə bu çadradır, bəziləri ərəb çadrasından yaxud əbadan istifadə edirlər. Hind və Pakistan kimi yerlərdə qadınlar dupata adlı ənənəvi libas geyinirlər. İndoneziyada enli pencək və ya paltardır. Əfqanistanda burqadan istifadə edirlər. Türkiyədə mantodan daha çox istifadə edirlər. Yəni bu cilbab və müsəlman qadınlarının geyim tərzi müxtəlif İslam ölkələrində müxtəlif cür formalardadır. Bəzi müsəlman ölkələrində isə qadınlar çölə çıxarkən hətta üzlərini də, əllərini də örtürlər. Elə müsəlman ölkələri də var ki, orada qadınların qanunla tənzim olunan şəkildə örtülməsi zəruri və vacibdir.